Bu dronu keçən il Xəzər Dəniz Gəmiçiliyinin sifarişi əsasında 10 kilometr məsafəyə və 10 kiloqram yükü daşıya bilən dronu işləmişik. Bu dron artıq sınaqdan keçirilibdir. 40 dəqiqə fasiləsiz uçuşa malikdir. Deməli, ayrı fasilə çəkiliş rejimində, 30 dəqiqə isə yük rejimində uçmaq qabiliyyətinə malikdir. Bu drondan istifadə etməklə qismən ağır deməli, hava şəraitində Xəzər dənizi ərazisində yük daşımaları, yəni 10 kiloqrama qədər olan yükləri hər hansı bir məsafəyə, 10 kilometrə qədər məsafəyə daşıyıb çatdırmaq mümkündür. Eyni zamanda uzun müddətli çəkilişlər, yəni dronlar üçün nəzərdə tutulur. Dron yüksək keyfiyyətlə hazırlanmışdır, professional versiyada hazırlanmışdır və göründüyü kimi də öz görünüşü və uçuş xarakteristikalarına görə mükəmməldir.